Salam millət, hər vaxtınız xeyir. Necəsiniz? İnşallah hər şey qaydasındadır. Bu günləri sizlər üçün maraqlı bir mövzudan söhbət açacağam. Bu Honda sürənləri çox maraqlandırır və mənə çox suallar verirlər ki, bunu necə elədin? Məsələ nədir? Deməli, mənim maşınımda geri çağırış var idi və o geri çağırışı özüm yoxlamışdım. Bilirdim, maşın yolda ola-ola mən maraqlandım. Məni yönləndirdilər ki, Honda servisə yaxınlaşmalısan. Açığını deyim, mən Azərbaycandakı Honda servisi tam da rəsmi Honda servis kimi bilmirdim, amma elə deyilmiş. Mənə dedilər ki, Azərbaycandakı Honda servisə yaxınlaşın, maşının Azərbaycanda olduğunu təsdiqləsinlər, onlar bizə sorğu göndərsinlər və sənə lazım olan detalı biz ora göndərəcəyik, onlar da sizin maşınınıza quraşdıracaqlar. Demək, mövzu nədir? Prosedur necə olur? Videonu axıra qədər dinləyin, axıra qədər qulaq asın. Çünki yəni elə çalışacağam ki, sizə başa salım, sizin əlavə bir sualınız olmasın. Deməli dostlar, bu proseduru necə yerinə yetiririk? O haqqda sizə deyəcəm. Səhifəni də videonun açıqlama bölməsinə yazacağam. Girəsiniz, oradan VIN kodunuzu yazasınız və sizin maşınınızda geri çağırış varsa, gedib Honda Azərbaycana yaxınlaşasınız və orada qeydə alacaqlar. Proseduru sizlərə bölüşəcəm. Prosedur necə olur? Deməli millət, mygarage.honda.com artıq buradan da çıxır o sayt. Ora girirsiniz, orada maşınınızın VIN kodunu yazırsınız və sizin maşınınızda geri çağırış varsa, avtomatik olaraq aşağıda məlumat verir. Maşında nə problem var, hansı səbəbə görə geri çağırış olunub və hansı detal dəyişməlidir. Bunu öyrəndikdən sonra siz gedirsiniz, yaxınlaşırsınız Honda Azərbaycana və Honda Azərbaycana yaxınlaşıb bildirirsiniz ki, mənim maşınımda geri çağırış var və ona əsasən gəlmişəm. Prosedur artıq buradan etibarən başlayır. Nəzərinizə çatdırım ki, 15 yaşı keçmiş maşınlara bu adiyyəti yoxdur. Bunun adiyyəti yoxdur. Və belə deyək, getdiniz Hondaya, yaxınlaşdınız, sənədlərinizi təqdim elədiniz, onlar götürürlər, qeydə alırlar və sorğunu göndərirlər artıq Amerikaya. Çünki maşın Amerikadan gəldiyinə görə Amerikaya göndərirlər. Amerikadan onlara geri dönüş gəlir. Yəni bunlar təsdiqləyirlər ki, tutalım ki, bu VIN kodda maşın artıq Azərbaycandadır, buna geri çağırış var və Amerikada sahibi onu gedib dəyişmədiyinə görə artıq maşın Azərbaycandadır, burada o detal dəyişilməlidir. Amerikadan geri dönüş gəlir, təsdiqlənir və detalı göndərirlər. Göndərməmişdən qabaq, yəni təsdiqləyirlər ki, göndərə bilərlər. Və onlar artıq sizə, yəni Honda Azərbaycan artıq sizə geri dönüş eləyir. Bir gün çəkir, 3 gün çəkir, bir həftə orası yadımdan çıxdı. Yəni qısa bir zamanda sizə geri dönüş olunur. Bir ay içində səhv eləmirəmsə. Bir ay içində geri dönüş olunur və sizə bildirirlər ki, zapçastı gətirə bilərik. Təsdiq gəldi. Siz əgər həqiqətən də gəlib zapçastı götürmək yox, daha doğrusu dəyişəsinizsə, biz onu sifariş eləyək gəlsin. Bunu da nəyə görə sizdən təsdiqini alırlar? Məndə olan prosedura əsasən sizə deyim. Məndə benzin yanacağının nasosu idi. Onda problem yarana bilərdi deyə Honda geri çağırış eləmişdi S-aylarda. Və S-aylarda çağırış olmuşdu. Honda Azərbaycana mənə zəng elədi ki, təsdiq gəldi, onlar bizə zapçastı göndərə bilər. Əgər siz həqiqətən gəlib bunu dəyişəsinizsə, biz onu sifariş edək. Mən sual verdim ki, nəyə görə bunu təsdiqləyirsiniz ki? Deyir, yəni biz buradan onun ödənişini eləyirik, o zapçastı gətiririk. Daha sonra sizdən dəyişib, sizdən maşının üzərinə çıxan o detalı təzən biz onu geri qaytarırıq. Geri qaytarandan sonra onlar bizim pulumuzu geri ödəniş eləyirlər. Bu da ki, düşünürəm ki, artıq yəni boşuna iş görülməmək məqsədi ilə yəqin ki, Honda belə bir şey eləyir. Çünki Azərbaycanda, yəni Amerikada olsun, gedərsən rəsmi servisə orada dəyişəcəklər. Və burada gözləmə proseduru var, onu sizə deyim. 6-7 ay mənə dedilər ki, amma gözləyəsi olasınız. Çünki onlar oradan təzən biz onlara geri dönüş eləyirik. Yenə də bir ay içində onlar təsdiqləyirlər ki, göndəririk. 6-7 ay ərzində detal gəlib çıxacaq Azərbaycana.
dedim olsun. Mən də maşını Amerikadan təzə gətirmişdim. Hardasa səhv eləmirəmsə avqust aylarında artıq mən gedib müraciət eləmişdim Honda Azərbaycana. Təqribi hesablamışdım ki, mart aylarında gəlməlidir. Hardasa elə bir şeylər idi. Təqribi hesablamışdım ki, bu aylarda gəlməlidir. Elə 6-cı ay girəndə mən zəng elədim Hondaya. Onlar da uzun zaman keçib, unuda bilərlər, detal gələr, bir qıraqda qala bilər. Zəng elədim və dedim, belə bir məsələ olmuşdu. Daha doğrusu WhatsApp nömrələri vardı. Onlar özləri sizə verəcəklər. Özünüz də oradan müraciət edib götürə bilərsiniz. WhatsApp nömrələrinə yazdım ki, bu tarixdə, təqribi bu tarixlərdə mən müraciət eləmişdim. Maşınımın VIN kodu budur. Geri çağırış var idi. Detal sifariş verilmişdi. Sadəcə bilmək istəyirdim, detal gəlib və yaxud gəlməyib. Bir yarım saat ərzində mənə geri dönüş elədilər, sağ olsunlar. Və bildirdilər ki, gəlib. Mən belə düşündüm ki, ola bilsin, bəlkə biraz da tez gəlib. Sadəcə ola bilər iş yoğunluğundan, yəni hər şeydən biraz unudula bilər. Ona görə məsləhət görərdim ki, 5 ayında, nə bilim, 5 ayında falan belə düşünürəm ki, yazıb soruşmaq olar deyə düşünürəm. Çünki mən 6-cı ay girəndə, artıq mart ayı girəndə mən yazdım. Dedilər, ay gəlib buradadır, yaxınlaşa biləsiniz və gün təyin olunur sizə. Daha doğrusu özünüz təyin edirsiniz günü, saatı. Gedirsiniz Honda servisə yaxınlaşırsınız. Maşınınızı sizdən təhvil götürürlər, sürürlər, aparırlar, dəyişirlər detalı. Daha sonra sizə təhvil verirlər. Şərait də çox gözəldir içəridə. Səliqəli, təmiz, çayınız için, kofe var, kofeniz için və sizin maşınınızı təmənnasız olaraq dəyişdirirlər. Bir daha da nəzərinizə çatdırıram ki, bu prosedurların hamısı təmənnasız olur. Yəni ödəniş eləmisiniz. Çünki bunu Honda özü qarşılayır. Bu haqda bundan qabaq videom olmuşdu. Qısa da olsa bilgilər vermişdim və mənə çox müraciət gəldi. Honda Klubu Azərbaycandan olsun, internet üzərindən olsun ki, bu proseduru necə elədin? Geri çağırışı necə yoxladın, prosedur necə oldu, necə getdin, nəyi necə elədin? Bunun çox suallar verdiklərinə görə mən artıq qərara gəldim ki, belə bir video çəkim və bilməyən dostlar da getsin, bundan istifadə eləsin. Ola bilər maşınınızda hər hansısa bir detalında geri çağırış ola bilər, siz onu bilməyəsiniz. Sabahsı gün o detal sizi yarı yolda qoyar, gəlib cibinizdən pul verməkdənsə, məsləhət görərdim ki, verdiyim saytdan maşınınızı izləyin. Yəni bir şey də məsləhət bilim ki, yəni o bir dənə əgər sizə geri çağırış varsa, onunla da kifayətlənməyin. Elə düşünməyin ki, gələcəkdə olmayacaq. Məsələn, məndə maşınımda benzin nasosuna görə geri çağırış olmuşdu. Dəyişdikdən sonra, məsələn, mart aylarında da bir də elə belə marağa yoxladım. Baxdım ki, disklərində də geri çağırışı var. O zaten mənim maşınım ilinə aid deyildi. Mənim maşınım ilinə, yəni axırıncı mən belə başa düşdüm, restyling disklərə aid idi. Həm də mən artıq diskləri dəyişdiyimə görə, orijinal disklər qalmadığına görə o geri çağırış mənə aidiyyəti yox idi. Yəni o saytı həmişə saxlayın özünüzdə, bir yerə yazın, bir yerə qeyd eləyin və hərdən yoxlayın. Hərdən yoxlayın, ola bilər hansısa bir benzin nasos, ola bilər nə bilim bobinlə, ola bilər turbodan, ola bilər nə bilim hibrid sürənlər varsa hibrid sistemindən nəsə bir problemlər çıxa bilər, Honda onu geri çağırış eləyə bilər. Yəni 15 il ərzində yoxlayın da. Bu əgər geri çağırışlar olacaqsa bundan yararlanmaq məncə yaxşı olardı. Mən dəyişdim bugünkü gün, çox da rahatam. Həmən saytda izləyirəm. Yenə bir nəsə olsa gedib müraciət edəcəm, qeydə alacaqlar və detalı gətirəcəklər. Mən də burada dəyişəcəm. Belə dostlar, dedim bunu sizlərlə bölüşüm. Prosedur necə olur, nəyi necə eləmək lazımdır. Sizlərə məlumat verim ki, siz də bu funksiyadan deyək də, bu xidmətdən yararlana biləsiniz. Özünüzə yaxşı baxın millət. İnşallah bundan sonraki videom mənə yenə çox suallar verirsiniz. Zapsastır, necə alırsan, hardan alırsan, hardan tapırsan. Bu haqda da sizlərlə bir video çəkəcəm, paylaşacağım.